Salamlar dostlar, mən Xəyal. Bu günlər sizinlə gördüyünüz kimi Dılısıda video çəkirik. Əslində Dılısıda video çəkirik. Bu gün gördüyünüz kimi rədd olaraq özünə təşkil. Demək, gördüyünüz kimi bu günlər uluslararası kupada İtaliya ilə finala qalmışıq və burada demək final oynayacağıq. Daha sonra gəlsə uza bilsək finalı böyük ehtimal bizə atacaq. Nə idi onun adı? Qıtalar arası nəsə də elə bir şey idi. Onu atacaq, orada oynaya biləcəyik. Ancaq qəşəng bir en iyi takımı, en iyi ilk 11'i qurduq. Gördüyünüz kimi gözəl futbolçularımız var. Keçək Uluslararası Kupanın finala. Bunlarda nə demək olar ki, düzəməlli var ya, aslında prosto. Məsəl üçün forvetə hücuma daha yaxşılar ola bilərdi. Dimarko bir dəqiqə, Dimarko bu tərəfdə deyil. Sol cinahdır. Ha, ora deyil o. Niyə oldu? Neyse oynayaq, keçək oyunumuza. Bir də ki, kanala sizə xatırladım, kanala abunə olmağı, videoya like atmağı unutmayın. Demək, nə edirik? Keçirik oyunumuza. Atla. Keç. Topa Osman Dembele başlayacaq. Bir də ki, bu dəsən təzə güncəlləmə olubdu. Mən indi fikir verirəm. Bir dəqiqə Osman Dembele. Və qol. Nəysə, nə idim? Nə deyəcəydim mən? Nəysə. Bu indi bunlara təzə güncəlləmə gəlib deyəsən. Bu elə bu ki, nəydi onun adı? Oyuncu formaları, qrafiklər falan daha yaxşıdır sanki. Mənə elə gəlir. Bilmirəm, nəysə elə bir şey var. Oyuncular elə bir daha gerçəkçi oynayır. Oynayır deyəndə forması var. Ola vursaydım o başqa. Həm də çox çətinləşib elə bir ki. Biraz oynadım mən, oynamışam. Ondan bəri çox çətinləşib. Yəni keçən ilki dılsa ara, indiki dılsa ara. Bir də ki, mən bu telefonun ya da internetlə bağlı bir şeydir. Siz yazarsınız zəhmət olmasa yorumlara. Bu donması var bunun. Böyük ihtimal ya telefondandır. Onsuz da ikisindən biridir. Telefonla əlaqəlidir yəqin ki. Çünki telefon donur. Oyun donur daha doğrusu. Dembele vur. Oy. Direkt. Dimarco attı. Siz bilmişsiniz bir də ki, bu telefon işi indidən qızmağa başlayıb. Yəni yanır bir dəqiqə. Yanıyorsun Fuat abi. Ay. Hadi bu Tonali. Sen zaten var ya Tonali. Diğer Qarabağda gol vurmuşdu o. Vurmuşdu da Tonali. Deyəsən vurmuşdu. Ay bəsdir də tay. Heç nə yox hakim. Heç nə yoxdur. Ay sarı kart. Oyunda hile var qardaş. Oyun satın alınıbdı oyun. Şimdi o pressing eləyəm. Kimə gəlir? Tuciyə. Onu oxumuşum tam bilmirəm. İtalyan oyuncuların çoxunu oxumuşum bilmirəm. Çoxunu deyəndə bəzilərini oxumuşum bilmirəm. Orada Tuciədir. Ay Donnarumma. Muhammed Salah. Dembele dayı vur da bunda. Ay Dimarco oradan çıxdı. Ay ilk yarı kurtar sonra vur. Ay. Ay belə işin içine zipil. Frattesi zaten Aysen oynayıcıydı. Mesela bir şey gördüm. Aa. Bir ki bu. Neyse daha diyəcəydim ya. Son vaxtlar adam başa mənə qaçıb. Yox, yaddan çıxır hər şey.
Osman Dembele çıxır. Trentlə hakimi dəyişdik qəşəng. Trent girdi oyuna. Osman Dembele. Muhammed Salah. Osman Dembele qəşəng. Əlsən canavar. Demək bir yaxdan demək deyirəm ancaq nəsə bir şey deyil çıxanları bir yana. Nəsə deyəcəydim ama indi yadıma düşdü. Yadıma düşdü deyərəm, yadımdan çıxdı. Demək Kurta attı oba, Kurtaya bax. Ay Dembele, ay Dembele. Valverde uzaqdan bir dənə vur. Ay sən zatı var nəhlət olmasın. Oba, Mancini qırmızı kart. Mancini qırmızı kart. Şey, ayca Federica Valverde. Zaten o derece yaşlandı diye yavaş yavaş. Zor istem bırak bir dənə. Vura bilərsən, vuramam. Mükemmel bir vuruş. Donnarumma başladı. Van Dijk bıraktı, her şey oldu. Aha, Salah çatacaq. Ay, çat da bir dəfə də çatın da bu topa. Ne olacaq çatanda? Ölecekler abi. Ya ne haydim ben buna yaxşı. Ay, Vinicius da girsin oyuna. Ay dədə var, vay dədə var. Ay, aha. Bunu da al get. Vinicius, davay. Oyuna giren kimi vur gol. Oy. Ay. Direkt. Söz yok. Yorum yok. Oy. Osman Dembele hat-trick. Yok hat-trick. Hat-trick yok hat-trick. Şu bizim dildə değil, hat-trick deyirlər də ona. Qızıl üçləmə. Neyse. Seans da final olduq. Dəqiqə 5 dəqiqə nətər əlavə olunur ki. Böyle bir şey necə var? Aha, Osman Dembele aldı gelir. Get. Ay almadı tabi bu. Ha, çok. Salah vura bilərsən oradan. Yok vuramaz. Oyunun az qalmış. Rodrigo Salah oyna. Çok bir şey oynadıq. Yazıq Rodrigo. Heç 10 saniyə zədə oynayamaz. Bak Kurtuğa gördüğünüz kimi nəyi qaldırmışdı? Bu Uluslar Kupasındadır. Uluslararası kupa. Prosto bir şey var ki çatışıyor, bir şey var ki. Millidir. Bunlar millidir. Biz milli deyilik. Klubuq. Heç olmasa klub qoyarız da. Hər qitədən bir klub qəşəng. Qəşəng gedər. Neyse. 11 Uluslararası Kupas. Getirir. Uluslararası Kupaya. Ha, getdə tay. Neyse onu sonra bakalım. Şimdi vermiştim. Ödül aldı. Aha, ödül nədir? Yetenek avcısı. Yetenek avcısı. Əziyyətimiz gəlirsə. Ben görürüm ne var ne yok. Şık var. Gakpo var. Dinamik yıldızlar. Dinamik yıldızlar nədir yaxşı. Çox maraqlıdır. Bunu bilənlər varsa zəhmət olması yazsın görək. Ona da Nkapie hakkında yəqin bilirsiniz. Olmuşdu. Okay. Ne? Biz sağ. Bunların hamısı 82'də axı. Nə edəcəm yaxşı mən bunu. Voltamari. Depao, Barcola, Eze, Cunha. Şey daha.
gedər. Sonra santrafor o qabaq xəttdə çox bir şey lazım deyil əslində qalarsa. Müdafiə olsa qəşəng olur. Stansiz. Ay, məndə var şey var. Neydi onun adı? Trend var, hakimi var. Mən nağarım. Stansiz. Şeydi bunlar nədir? Basket. Ait Nuri. Ait Nuri sol bek. Sol bek doğru sol bek. Left. Ha sol. Sol bek. Sol bek. Ait Nuri. Ne mi var? Sen bakın görüp buradan ne çıkacak? Şimdi Montiel. Qarabağdakı Montiel değil mi? O değil. O İspan. Bu değil. Allah söyleyeyim. Ya alın bunu söyleyeyim. Söyleyeyim. Vazgeç. Bir tane de basaq. Yaxşı bir dəfə 2 yazı da lazım. Çünki şey yazan deyirəm. Sərbəst buraxacam sizə də şey. Gedəsiniz mal, nə gətirəsiniz? Kondisyon. Bunu al. Sən də yerə teknik direktor. Bunu al. Şanı. Adı getdi. Ay sən nə gəzirsən burada? Sıfır. Bax. Sürətin 59'da. Sən az boyun var ya sən. Qəşəng boyun. O mənada boyun yox. Hündürlük boyun mənasında boyun. Yəni sən başa düşməyin. Gəldik buradan. Qəşəng. Basaq görək kimə gələcək? Modric. Modric. Rodri. Yox hayır. Əmələ gəlməz. Rabiot. Bir dənə heç olmasa artı gəlsin də. 87 oldu. Oy. Bir dənə 45 basaq görək nəsə gələcək. Cəhənnəm bari. 67 verək. Hərəsindən bir dənə 85-84 oldu. Qəşəng. Bir dənə də kondisyona verək. Nuno Mendes, Trent. Getdi işin dalınca. Get işin dalınca. Get işin dalınca. Burada yəni artıq video uzun olduğuna görə videonu da qurtardım. Sizin də bir dəfə də yadınıza salım. Kanala abunə olmağı, videoya like atmağı unutmayın. Əgər 10 like deməyək də 5 like gəldikdən sonra növbəti bölüm gələcək. Növbəti bölümdə isə başqa oyunlar oynayacağam. Başqa oyunlar deyəndə DLC oynayacağam. Bunları oynayacağam işə. DLC da həmin o qalan oyunu da oynayacağım. Sağ olun, salamat qalın. Görüşərik.